Nə var ha? Bir kitabdan zaten da yoxdur, yoxuyaq başımızı qataq. Bəlkə götürüm yığım Firaya bir təzə kitab göndərsin. Bekarsən deyəsən başını oynatmaq istəyirsən ha? Dayan bir alma yeyimi. Ağabala! Ağabala! Bəs bunu baxdılar? Bəbir apardılar polislər. Nə? Hə, gəldilər, dedilər ki, bizimlə getməlisiniz. Götürüb apardılar Bəbir müəllimi. Vay 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 vay. Lət işləyirəm elə biz düşünən oldu. Bu Qədiri Bəbir öldürtdürüb. Az polislər də araşdırıb gəlib aparıblar da bunu. Hə? Hə. Deyirsən elə. Ay, Bəbir indi içəri salsalar biz neyniyəcəyik? Qalacaq ortalıqda. Bu narkomana etibar yox deyə. Az Allah haqqı düz deyirsən götür yığ xəbəri. Tez ol götür yığ. Xəbəri nə deyim? Hə, arvadıdır da. Qoy deyim. Az elə yox deyirəm ki götür yığ. Qoy bilsin ki Bəbiri apardılar da. Bəlkə gedib 5-10 il yatacaq içəridə. Qalaq bu dəlinin əlində. Hə, düz deyirsən, sən düz deyirsən. Yan. Tez ol. Hə, Lətifə. Xəbər, necəsən? Belə də, sən necəsən? Xəbər, Bəbir müəllimi polislər apardı. Deyən görüm, necə apardılar, kim apardı? Polislər bölməyə heç nə demədilər, elə götürüb apardılar. Necə, heç nə demədilər, hə? Hə, biz Ağabala ilə fikirləşirik ki, bəlkə bu Qədir yoxdur. Ona görə aparıblar Bəbir müəllimi. Bəlkə Bəbir müəllim... Xəbər, nə olar, çıx gəl evə. Sən gedəndən bizim başımızdan bəla etsi olmur. Çıx gəl, qutar da bizi bu bəlalardan da. Nə olar, ay Xəbər. Yaxşı, tamam. Seyran, səncə doğrudan Bəbir müəllimdir? Bilmirəm Fira. Vallahi bilmirəm. Nə olsun atamdır. Amma hər şey gözləyirəm ondan. Gərək sən də gedərdin. Getsəm göyə nə dəyişəcəkdi ki? Bilmirəm Seyran, nə bilim. Nə məsələdir? Niyə aparmışdılar səni? Heç nə. Qədir mənim işçim idi, ona görə getdim, ifadə verdim. Vəssalam. Elə bu? Hə. Başqa nə olmalıydı ki? Heç nə. Kumru, niyə yatmırsan?
Yuxum gəlmir. Heç olmasa bir damcı yat dincəl də. Neynəmişəm dincəlim. Kızım. Ne olar belə eləmə də. Vallahi mən də pis oluram. Özünə yazığın gəlmir. Heç olmasa bizə yazığın gəlsin. Bilirəm. Çox ağır günlər yaşayırsan. Ama hayat böyle devam eləyə bilməz axı. Hayat devam eləyir. Hayat sənin üçün, kızın üçün devam eləyir. O uşaqdır. Yanında da belə eləyirsən pis olur. Yazıqdır. Sana birisi gün əməliyyat olacaq. Niye bu uşağın ürəyini üzürsən, hə? Neynirəm ana? Ben neynirəm? Sevdiğimi itirmişəm. Elə bilirsən asandı. Özünü atam çıxıb gedin necə olmuşdu? Niye koymursan derdimi çekim? Bəbir müəllim. Salam Rəfiqə xanım. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun keçin içeri. Çox sağ olun. Siz Allah bağışlayın. Bu vaxtda sizə vəziyyət verirəm. Üzürlü sayın. Yok, narahat olmayın. Buyurun əyləşin. Yok, əyləşməyəcəm. Bilirsiniz Rəfiqə xanım, heç bilmirəm necə deyim, adamın dili də gəlmir. Bu əşyalar Qədirin o rayondakı evindeydi. Uşaqlara tapşırdım, götürüb gətirdilər. Mən də götürüb özüm gəldim bura. Ne əziyyət çəkmisiniz? Verin mənə. Rəfiqə xanım, mən şəxsən Qumru xanıma özüm vermək istəyirəm bunları. Mümkünsə əgər. İçəridədir. Çağırın. Zəhmət olmasa. Qumru. Qumru. Bəbir müəllimdir.
Seninle görüşmek isterim. Qədir'in eşyalarını getirip. Salam Qumru xanım, necəsiz? Bu Qədir'in rayondaki evdeki eşyalarıdır. Fikirləşdim ki, birdən it batılar. Ona göre uşaqlara tapşırdım ki, getirsinler. Ben de özüm şəxsən gətirib vermək istedim. Çok sağ olun Bəbir müəllim. Zəhmət çəkmisiniz. Nə zəhmət, Rəfiqə xanım, bu mənim borcumdur. Şəxsən özüm gətirib vermək istedim. Qumru xanım, mən çox təəssüf edirəm. Qədir çox yaxşı insan idi. Yaxşı dost idi, yaxşı qardaş idi. Mən onu rayona göndərəndə ona söz vermişdim. Söz vermişdim ki, sizə nə vaxtsa bir şey lazım olsa, mən həmişə sizin yanınızda olacağım. Bizə sizin heç nəyiniz lazım deyil. Heç nəyiniz. Hər şey sizə görə oldu. Hər şeyin səbəbkarı sizsiniz, hər şeyin. Əvvəldən planınız buydu. Mən bilirdim. Siz bura gəlib gedəndən mən bilirdim. Mən Qədirə dedim Qədir qoyma gəlib getsin, Qədir gəlməsin, Qədir uzaq dur, Qədir məni eşitmədi. Qədir sizə inandı. Amma siz onu öldürdünüz. Yaxşı. Qumru xanım. Siz onu öldürdünüz. Qədir bilirsiniz sizə inandı. Onun ürəyi təmiz idi. Ürəyi çox təmiz idi. Mən sizə də dedim ki, məndən uzaq durun. Siz neynədiniz?
Gəldiniz, getdiniz, gəldiniz, getdiniz. Hara getdimsə qabağıma çıxdınız, neynədinizsə qabağıma çıxdınız. Hamısı təsadüf, yox ki təsadüf, amma mən bilirdim. Mən bilirdim ki, bunların hamısını qəsdən edirsiniz. Sonra gördünüz Qədir sizə mane olur, dediniz işə göndərin. Sonra gördünüz, yox, mən sizə yenə üz vermirəm. Bu dəfə Qədiri öldürdünüz. Mən gedib hamısını danışacağım, hamıya danışacağım. Gedib polisə deyəcəm Qədiri siz öldürdünüz. Qumru xanım. Adımı çəkməyin. Nə mənim, nə Qədirin. Rədd olun, gedin. Rədd olun, gedin. Bir də bizim evə gəlməyin. İstəmirəm. Çıxın, gedin. Gedin buradan, gedin. Gedin. Qumru. Hara getdimsə qabağıma çıxdınız, neynədinizsə qabağıma çıxdınız. Hamısı təsadüf, yox ki təsadüf, amma mən bilirdim. Mən bilirdim ki, bunların hamısını qəsdən edirsiniz. Sonra gördünüz Qədir sizə mane olur, dediniz işə göndərin. Sonra gördünüz, yox, mən sizə yenə üz vermirəm. Bu dəfə Qədiri öldürdünüz. Mən gedib hamısını danışacağım, hamıya danışacağım. Gedib polisə deyəcəm. Sən necəsən? Belə də, elə gördüyün kimi. Sağ ol. Açsan? Yox, iştahım yoxdur. Biz də bir şey yeməmişik. İştah qalar adamda. Demək. Mələ bəlkə sən nəsə yeyəsən, uşağa ziyan olar, hə? Yox, istəmirəm. Adamın inanmaq gəlmir. Necə ola bilər belə bir şey? Qədir o cür savadlı, ağıllı adam. Hər şeyi hesablayıb götür qoylayan adam. Necə oldu ki, öldü bu? Bəlkə də bilə-bilə getdi o işə ki, bizə yoxluğunu öyrəşdirsin. Hə, çox dəhşət ürəyi var idi. Heç istəməzdi biz pis olaq. Hələ Qumru, Lalə və ailəsini qoyub getməzdi ki. Necə onlara bağlıydı, onları çox istəyirdi. Fikirləşə qalmışam. Necə ola bilər belə bir şey? Baş sındırıram, tapa bilmirəm. Heç tapamıram deyəndə ki, qəza da qəza o qədər adamın canını alır ki.
Bilirsən nə var? Bu elə belə qəzazad olmuyor. Necə yəni? Yəni ki, mən inanmıram elə belə qəza olub. Qəsd var burada, qəsdən eləyib kimsə. Kimin nəyinə lazımdır Qədirdən qəsdi qərəzli eləsin. Elə belədən demirəm. Qədir bir dəfə mənə zəng elədi, işdəydim. Dedi, mən işlədiyim əraziyə yaxın bir yer var. Öyrənə bilərsən ora kimindir. Dedi, şübhəli şeylər baş verir orada. Mən də öyrəndim, dedim. Sonra da soruşdum ki, ne üçün soruşursan? Dedi, danışaram sonra. Oradakı axırıncı danışığımız oldu. Nəysə, demək istəyirəm ki, ola bilər ki, Qədir orada nəsə görüb, eşidib. Onlar da bilib, uşağı aradan götürüb. Yəni orada nə ola bilər ki, belə adam öldürsünlər? O da düzdür də bir tərəfdən də fikirləşirəm ki, o mənə o vaxt demişdi. O vaxt deyib, o vaxt görübsə, indi niyə öldürüblər bunu? Bunlar hamısı boş-boş fərziyyələr deyə. Olsun ev fərziyyə, mən nə deyirəm? Ona qalsa, mən ən çox elə Bəbir müəllimdən şübhələnir. Bəbir müəllimlə? Hə, nədir? Dəqiqə başı Qədirgildə idi. Sonra da Qumruya... Hə, nə bilim, nəsə, mən bu adamdan şübhələnirəm. Mən elə bilirəm ki, o idi. Ay Sultan, sən də elə dirəşmirsən Bəbir müəllim, Bəbir müəllim. O boyda iş adamı niyə belə bir şey eləsin? Həm də o heç oxşamır axı belə bir adama. Düzdür, Qumru danışır, eləyirdi. Amma nəsə mənim də inanmağım gəlmir. Əşi, bu saat mən heç kimə inanmıram. Çətin olacaq. Amma hər qaranlıq gecənin bir gündüzü var.
Bəbir müəllim, mən harda olmağımdan asılı olmayaraq sizə böyük hörmətim var. Orada əgər bir problemin falan olsa, həmən dəqiqə mənə xəbər elə, yaxşı? Oldu müəllim, amma inşallah ki, bir problem olmaz. İşindəki inanıram ki, öhdəsindən gələrəm. Mənim heç şübhəm yoxdur. Heç. Bu gecə ayrılığın ilk gecəsidir. Təbiət qanunları pozub elə bil. Mən hələ belə uzun gecə görməmişəm. Çöldə qəribə bir vahimə var. Küləyin də səsi sən demə mahnı çala bilirmiş. Saatlarla vurnuxdum qaldım yerimdə. Sağa döndüm, bumbuz divara dirəndi üzüm. Sola döndüm, yoxluğunla baxışdıq. Boşluq da bu qədər soyuq olarmış ilahi. Boşluq da tabut kimi hiss elətdirərmiş. Bu gecə keçsin deyə yatmaq istəyirəm. Oyaq qalsam təkliyi öldürəcək məni. Gözümü yumsam soyuq donduracaq məni. Bu gecə tez keçsin ilahi. Bu gecə yox olmaqdan qorxuram. Harda da bunlar? Alo. Siz hardasınız, mən buradayım, yoxsuz? Çörək yeyirəm nədə? Qarnına şit batsın, gəl, çıx, işimizi görək. Sizi bilin çıxardasınız axırda. Tez elə gözləyirəm burada. Pis köpək. Hə, Seyran. Cahangir, material işini niyə bildin? Dedin ucuz yer tapmışam. Ayıb olar ki. Sən bilirsən ki, sənin qardaşın hansı işə getsə onu yarıdır. Heç görmürsən məndə elə bir şey? Əlim atan boşa çıxsın. Özünə baxmayı, dənizə gedəsən, dəniz quruya. Sağ ol da. Elə bircə sən qalmışdın. Hadi yaxşı, zarafat eləyirəm. Yekə olansan. Narahat olma, getdim, material tapdım. Hamısını alıb yığıb gətirmişəm də demək olar. Biraz da tanış çıxdıq. Şeyran, bilmərsən, bir sənə indirim elədilər. Əməlli indirim elədilər. Zarafat başlayırıq, hə? Hə, bəs nə? Amma Şeyran, sənə qurban olum. Heç dədənin də yanında demək. Çox şeylərimizi danışma da. Da işdən nə eləyirik, nə tər eləyirik, hardan nə alırıq. Qoy bir işi düzəlinə qoyaq. Ortalığa nəsə çıxardaq, sonra nəsə danışarıq. Yaxşı? Düz deyirsən. Ona heç nə demək lazım deyil. Hə, qadınam. Heç nə, Seyran. Öpürəm səni, özündən müğayət ol. Danışarıq.
Bu çox saf uşaqdır, eyvallah. Yetimin xəbəri yoxdur ki, bütün material dədəsindən oğurlayırıq. Varar da qaldı. Nə yığmısınız ki, hələ siz? Nə dedi Cahangir? Bax sənə nə də nə dedi? İndi kişi işinə qarışacaqsan? Niyə əsəbləşirsən ki, Seyran? Söz soruşdum da səndən. Bilirəm də sən o sözdə məndən nəsə səhv tutmaq üçün soruşursan. Nə oldu, yenə məni hamı kimi görürsən? Əgər bilmək istəyirsənsə işlərimiz yaxşı gedir, yağ kimi gedir. Narahat olma. Elə o qədər pul qazanacam mən. Bəbirdən də çox. Onda biləcək Seyran kimdir. Qazan da Seyran, mən sənə nə deyirəm ki? Mən həmişə sənə dəstək olmuşam da. Amma narahatam. Sən nə qədər güvənirsən o Cahangirə? Ən azından öz atamdan çox inanıram ona. Sən safsan Seyran. Alladıb eləyər ha səni. Hayda! Başladın sən yenə. Elə Cahangir düzdür, heç kimə heç nə demək lazım deyil. Seyran, üstümə qışqırma. Mən heç kim deyiləm. Mən sənin həyat yoldaşınam. Həyat yoldaşımsan, onda özünə həyat yoldaşım kimi apar. Seyran, nə oldu axı sənə? Bir gün eləsən, bir gün beləsən. Fira, dəymə də mənə. Yaxşı? Seyran, sən buna görə mənim arxamca gəldin? Buna görə məni evə qaytardın, hə? Vəssalam da. Vur indi başıma. Mən sənin başına heç nə vurmuram. Mən səndən söz soruşuram. Söz soruşuram səndən, nə olub? Nədir sənin dərdin? Sən niyə beləsən? Day nə olacağı bundan artıq? Dostumu itirmişəm mən, dostumu. Başa düşürəm səni, Seyran. Amma mən bir də bu evdən getsəm, Seyran, sən məni bir də bura qaytara bilməyəcəksən. Nə olub orada? Bəbir müəllim. Bəbir müəllim qırırlar, bayaqdan bir-birini. Qan su yerinə axır orada. Sən də dayanıb qulaq asırdın, hə? Yox, mənim neyimə lazımdır, niyə qulaq asıram? Sadəcə gördüm səsküydü, dedim birdən nəsə olar da. Ona görə. Bax, indi mən gedib danışsam o gədəylə, əlimdən xata çıxacaq. Bəbir müəllim, Xavər gedəndən bu evdə gün güzaran yoxdur ki. Yenə o olanda qoymurdu, onlar dalaşsınlar, başa salırdı. Bəlkə gedib Xavəri gətirəsiz. Nə olar, bəlkə siz gətirəsiz onu. Ha? Elə bircə sən qalmışdın da mənim işimə qarışmayan. Gətirmə, qoy bayquşlasın evində. Kumru, kızım, ayaküstü üzülmüşsən. Hiç olmasa bir dike çörək ye. Ağzından bir lokma geçti. İki saat dobladnoka baxırsan. Niye belə eləyirsən axı? Ver onu mənə. Niye özünü üzüme zulmeliyirsən? Niye özünü diri-diri qəbrə qoyursan? Neyinirəm ana? Başa düşürsən, mən bir də Qədir görməyəcəm. Canımdan can gedib.
Başa düşürsen bir de onu görmeyeceğim. Nefes alabilmirəm. Nefes alabilmirəm ana. Ölürəm, başa düşürsən ölürəm. Belə danışma, qurban olum. Sağ qalanlar üçün həyat davam eləyir axı. Qurban olum, ay balam. Sən bir təhər də olsa ayağa qalxmalısan, qumru. Ana ne olur git. Git ana beni tek koy. Tek koy beni. Yemek getirme, teselli verme. Ne olur çık. Çık git ana yemeği de götür git. Tek koy beni. Burada universitetdə oxuyurdu Qədir. Həmişə məni Bakı dövlətin yanına çağırırdı ki, gəl heç olmasa gözünü universitet görsün. Mən də tələbə kimi hiss eləyirdim özümü. Ay Allah. Dəhşət adam idi Qədir. Boşuna filosof değildi ki. Toy günü yadındadır, maşını bəzəməyimiz. Ay nə qəşəngsiz. Əlindən gələn eləyirdi ki, maşın qəşəng görsənsin. İstəyirdi hər şey Qumrunun ürəyincə olsun. Elə bəhanə axtarırdı ki, Qumrunun üzünü güldürsün. Çox sevirdi Qumrunu, çox. Lalədə olan gündü, yadındadır. İlk dəfə onda gördüm Qədirin ağlamağını. Necə ağlayırdı, uşaq kimi. Yazıq Qədir. Ondan bizə qalan bir dənə bu şəkillər. Yanına gelirim. Bu gece yok olmaktan korkmuram. Oyaq qalsam təklik öldürəcək məni. Gözümü yumsam ölməyəcəm. Sənin yanına gələcəm.
Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.